Uşaqlar salam. Bugünkü videomuzda sizə 2024-cü ildə keçirilmiş 4-cü qrup üzrə DIM sınağının situasiyasını izah edəcəm. Keçək sualımızın izahına. Deməli, yazıb ki, kimyaçı ammonium karbonat və ammonium hidrokarbonat duzlarından ibarət 5 mol qarışığı qızdırdı. Qarışığın tam parçalanmasından alınan qaz qarışığını otaq temperaturuna dək soyutdu. Sonra artıq miqdarda xlorid turşusu məhlulundan buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Deməli, uşaqlar, burada nə baş verib? Ammonium karbonat, bir də ammonium hidrokarbonat deyir. Ammonium hidrokarbonat duzu. Bunun ikisini bizə verib 5 mol, düzdür? Və bizə deyir, bunu qızdırdıqda. Bilirsiniz ki, bu reaksiya hər ikisi parçalananda eyni məhsulları verirdi. NH3, CO2, su. Özü də bunlar bərk qalıq qalmır tənliklərdə də, düzdür? NH3, CO2, su. İndi bunu əmsallaşdırsaq, burada 2 azot var deyə bura 2 düşəcək. Hidrogen deməli suya 4 düşəcək. Yox, hidrogen burada var axı. Burada 6 dənə, 2 dənə 8, burada da 8. Aha. Oksigen düzdürmü? Düzdür. İndi o birisinə keçək. O birisində isə azot bir dənədir. Öz qaydasında oksigen 3 dənədir. Aha, ikincidə əmsala ehtiyac yoxdur. Bizə nə deyir? Əvvəlcə situasiyamızdakını şərti oxuyaq. Deməli, qarışığın tam parçalanmasından alınan qaz qarışığını otaq temperaturuna dək soyutduqda. Uşaqlar, baxın, burada yenə deyirəm, bu maddələr ikisi də duzdur. Bunlar parçalananda, özü bu reaksiyalar yenə deyirəm, bərk qalıq qalmır tənliklərdir. Bunlar qaz şəklindədir, qaz şəklində. Temperatur olduğu üçün su da buxar şəklindədir əslində burada. Amma o mənə deyir ki, bu qarışığı soyutduqda. Deməli, bu qaz qarışığını soyudanda əlbəttə ki, H2 olar, nəyə keçəcək? Maye halına keçəcək. Yəni, soyudanda buxar halında olan su mayeyə çevrilir də, düzdür? Sonra deyir ki, artıq miqdarda xlorid turşusunun məhlulundan buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Baxın, hamımız bilirik ki, xlorid turşusu H xlordur və turşudur. Özünə nə axtarır? Əsasən. Deməli, xlorid turşusu gəlib bu amoniaklarla reaksiyaya girəcək. Karbon qazlarından gedəməz, çünki turşu oksidi turşuyla getməz. Düzdür, istisnalarımız var, amma bu istisnadan deyil. Aha, indi mən bax, bunların ikisi bir yerdə 5-dir. Amma hərəsinə neçə düşdüyünü bilmədiyim üçün birinə x yazıram, birinə y. Elə, onda bu x girəndə bu 2x alınır, bu x alınır, bu x alınır. Elə, bu y parçalananda bu y alınır, y alınır, y alınır. Yenə deyirəm, sulara baxmayaq, çünki onlar yenə deyirəm, onlar soyutduqları üçün onlar maye halda da artıq. İndi, xlorid turşusundan reaksiyaya girənlər asıdır və amoniak, düzdürmü? Əlbəttə ki, xlorid turşusu məhlulundan buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Sual verirəm, əvvəlcə bu iki reaksiyada qaz qarışığı opşu nə qədərdir? Bax, 3x buradadır, 3x buradadır, 2y də buradadır. Düzdürmü? 3x plus 2y. Yəni bizim, belə deyək də, soyutduqdan sonra qaz qarışığımız amoniakla karbon qazdır. Və opşidə 3x plus 2y şəklindədir. Cəmi bir yerdə bu qədərdir. Amma belə deyək, xlorid turşusundan keçirəndə amoniaklar xlorid turşusundan reaksiyaya girəcək. Və bu da bizə deyir, xlorid turşusu məhlulundan buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Xlorid turşusu amoniakla reaksiyaya girdi. Düzdürmü? Yenə deyirəm, xlorid turşusundan reaksiyaya girən amoniakdır. Amoniak xlorid turşusundan reaksiyaya girdi, getdi. Ondan sonra hansı qazlarımız qaldı? Əlbəttə ki, karbon qazı qaldı. Nə qədər qaldı? X plus Y qədər. Deyir, bu da 2,4 dəfə azaldı. O da bərabər 2,4 eləsək. İndi bu tənliyimizi həll eləsək. Deməli, 3x üstə gəl 2y bərabərdir. 2,4x üstə gəl 2,4y. 0,6x bərabərdir 0,4y. Deməli, 3x bərabərdir 2y eləyir buradan. X-i 2-yə vursam, y-i də 3-ə vursam, tənlik bərabərləşər, düzdür? İndi bizə 58-də nə yazar? Həqiqətən də fikir verin. Bax, ikisi bir yerdə başda nə qədər idi? 5 mol. Həqiqətən də burada da aldıqlarımda ikisi bir yerdə 5 moldu. Fikir verdiniz? Birini, bunu 2 mol tapdım, bunu da 3 mol tapdım. Aydın oldu mu? Aha, bu da belə. Deməli, indi 58-də nə yazıb? Xlorid turşusu ilə reaksiyaya daxil olan qaz üçün cavab vərəqində cədvəli tamamlayın. Uşaqlar, xlorid turşusundan reaksiyaya girən qaz amoniak oldu.
İndi bu da imtahanda o sizə verilən cavab vərəqində öz əksini tapıb ki, hansı ki, yəqin ki, orada bir məsələn belə deyək də bir cədvəl verib. O cədvəldə də xlorid turşusuna reaksiya girən olsa amoniakdır da. Amoniak üçün müəyyən bir məlumatları istəyəcək. Siz onu dolduracaqsınız. Prosto cavab vərəqini görmürük deyə bilmirik. 59-da isə deyir, amonium karbonat və amonium hidrokarbonat duzlarını qızdırdıqda, bərk maddənin mol sayının zamandan asılı qrafikini. Baxın uşaqlar. Gəlin o qrafikləri quraq. Deməli, amonium karbonatın mol sayının zamandan asılı. Amonium karbonat nə ilə işarələmişdim? X ilə. X-ini almışam 2. Deməli, o 2-dən 0-a düşəcək. Bu 2-dən 0-adır. Amonium hidrokarbonat üçünsə, NH4HCO üçünsə zamandan asılı qrafikinin o da 3-dən 0-a düşəcək. Bu da 3-dən başlayacaq. Yaxşı 3 yazacaq. Çünki bunlar yenə deyirəm, bunlar bərk maddələrdir. Özəki burada reaksiya gedəndə bu reaksiyalar bərk maddənin hansı ki biz deyək amonium nitrat, amonium nitrit, amonium karbonat, amonium hidrokarbonat bunlar bərk qalmır reaksiyalardır. Yəni o duzlar parçalananda o da bərk maddə artıq qalmır. Bu qrafikləri cavab vərəqində tamamlayırsınız. Sonra burada nə yazıb? Amonium karbonatın və amonium hidrokarbonatın parçalanmasından alınan suyun mol sayını hesablayın. Yəni bu məlum məsələdir. Bu artıq görsənmirmiş onsuz da. Amonium karbonat birinci, bu birinci tənlik. Bu birinci tənlikdə parçalama baş verəndə su nə qədərdir? X mol ilə. Biz də o X onsuz da nə tapmışıq? Gözünüzün qabağındadır. X-i tapmışıq 2. Deməli birincidə suyun birinci üçün suyun molu 2 olacaq. İkinci üçün suyun molu nə qədər olacaq? Əlbəttə ki 3. Çünki amonium hidrokarbonat parçalananda burada da görürsünüz ki Y mol su alınır. Düzdürmü? O da ki Y-ni almışam 3. Bu da belə. O birisi sualın da cavabı budur. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.